Deməli, bugün yemək pişirəm. Kerqol yağını götürürsünüz. Atırsınız bura, tavanı bir şey kızdırırsınız. Burada soğanlar var. Soğanlarını doğrayacağım. Soğanları doğrayandan sonra da burada 800 gram et var. Bunun altına koyacağım içine. Başlayacağım pişirmeye. Ümumiyyətlə soğan doğramayı seven bence heç kim yoxdur. Zehlem gedir. Çünkü soğan doğrayandan ancaq ağlayıram. Ama bunu xırda-xırda eləməyəcəm, tez-tez eləyəcəm. Soğanları belə doğrayırıq. Necə gəldi, fərqi yoxdur. Onsuz da bu hamısı gecək. Yağımız yaxşıca qızıb. İndi bura əti atıb. Sadəcə qovuracağıq prosta. Tezcənə. Rəngi dəyişən kimi götürəcəyik. Ətləri atıb. Ətləri biraz qovururuq. Çox yox. Evet, qovuracağıq. Rəngləri dəyişən kimi götürəcəyik. Sonra bu yağa soğanları qatacağıq. Acı yağları da qatacağıq. Ondan sonra hazır olacak. Ondan sonra böyle pişmeye ağzında bağlayacak. Böylece 2 saat, 3 saat. Öz temposunda pişecek. Deməli, indi bunun kodunu azaldırsınız. Bayaq 9 idi, indi 105. Soğanları koyursunuz. Yumuşalara kimi. Bu əti var, götürdüm suda. Əti koydum qırağa. Onu da bu yağda başlayıram qəşəng doldurmağa. Tam yumuşalarına qədər. Yumuşalarından sonra əti qatacağım. 1 stəkan da su atacağım. Tuz istiyor, nə oldu? Basın ora. Dadını dəyişəcək, yaxşı olacaq. Bu qədər. Deməli, soğanı qovurdum, əti əlavə elədim. Bunu da 2-yə qoydum. 1 stəkan da su tökəcəm onun üstünə. Ağzını bağlayacağım. Əti yadlarını da tökəcəm, pis yox. Su. Mən qaynar su tökürəm. Qaynar suyumuzu tökürük. Ədviyyatlarımızı da tökürük. Deməli, hazırdır. Mən belə balaca qaşıq götürürəm. 2 qaşıq, bundan 3 qaşıq duz atdım. 2 qaşıq da belə istiyor. Hazırdır. Ağzını bağlayıram. Qoyuram özü üçün öz vamxodda pişsin. Hardasa 2 saat. Baxacaq da vəziyyətə 3 saat. Ətin yumşaqlığına görə ağzını bağlayırıq. Bu ilə də qalır burada. Şimdi yemək pişənə kimi tiramisu yeyib, yemək pişməsini gözləyəcəm. Ya Almanya'da əslində mən çox yemək pişirən biri deyiləm. Mən də yemək pişirən biri deyiləm. Bizdə evdə də məsələn mama həmişə pişirirdi. Mən hazıra nazir insanlardanam. Gedirəm sadəcə yerdim. Çox pişirmə aram yoxdur. Ama pişirərəmsə çox həqiqətən dadlı yemək pişirirəm. Yəni əlimin ləzzəti var. Mənə alan yaşayacaq. Prosta ki hələ ki o şeydə deyil. Bu boyda qarışıq olar. Mən götürdüyüm bıçaqdakı maşallah o qədər böyük bıçaq götürmüşəm ki. Sorry. What are you doing? Belə bir şey bilirsiniz. Başına bunu yuyuruq. Pastasını yaxşıca yuyuruq. Ondan sonra gözlürük ki burada yeməğimiz pişdi. Sosunda tuz zaten. Orada əlavə bir yenə su töktüm. Çünkü ət çox idi və mənə şey gəldi. Sonrası suyunu zaten çəkəcək. Ağzını bağlayırıq qəşəng. Pişməyinə hardasa az qalmış. Təxminən yarım saat falan qaşıqlar töksək bəs eləyir. Qaşıqan zaten pişməsi o qədər çox deyil. Doğrananı vəxşi. Yarım saata hazırdır. Təxminən 2 saat keçdi və mən kaçuqanı əlavə elədim. Ət demək olar ki pişiyib. İndi bu tam suyunu çəkənə kimi kaçuqan bir yerdə pişəcək. İndi də mən göbələkləri hazırlayıram. Bunu bir də ayrı şəkildə düzəldəcəm. Neysə, göbələkləri təmizləyib bura bir kağız qoyduq. Bunların hamısını qoyuruq bura. İndi nə edəcəyik? Şimdi göstərirəm sizə. Götürürsünüz duzu, istiyotu. Burada bir damcı belə, bir damcı çox yox belə. Onun içine koyursunuz. Belə. Hazırdır. Ben de kızdırırıq. Was ist das hier? Was ist diese schmutzig? Das ist, warum machst du jetzt? Bunu eləyirik. Sonra 190 dereceye koyuyoruz. Minecraft mesela. Neyse 190 dereceye koymuşum. Şimdi birazdan bunu 20 dəqiqə əvvəlcə soxacaq ora. Sonra pişməyinə az qalmış. Pendiri üstünə tökəcəyik. Olacaq bombastika. Deməli 25 dəqiqədir bunlar buradadır. Şimdi tendirini tökəcəm.
Bu arada yemeği xodunu artırdım artık. Yavaş yavaş suyunu çeksin. Pişir. Yavaş yavaş suyunu çeksin. Biraz da ağzına su koyacağım. Pişirecek. Sen bilirsin o. Bu arada hazırdır. Pendir de eridi. Burada peki baget çöreğimiz var. Ama yemeğimiz hala hazır değil. Yemek hala da hazırlanması için vaxt lazımdır. Aslında pişir ama kartuşka hala tam hazır değil. Biraz da pişmelidir. Biraz ağzını örtürük və demək olar ki hazırdır. Yemək hazırdır. Baxın bir damcı suyu qalır. Çox yox belə. Suyu qalır. Kartuşkalar da özündən gediblər uje. Sonra bunu götürürsünüz qəşəng. Koyursunuz bura. Sizə bunun yemək qaydasını da göstərəcəm. Baget brot. Baget brot. Baget çörəyi. Baget brot. Bunu belə kəsirsiniz. Belə suyuna falan belə batırırsınız qəşəngcə hər şeyindən. Buradan beləcə götürürsünüz. Ət özündən gedir və görürsünüz. Sonra bunu basıb yersiniz. Ama çok sıcak. Ben söylesem. Möhtəşəm bir şeydir. Hər gün deyirəm, ama mən deyirəm, sən yemək pişirə bilmirsən. Mən çox yemək, yaxşı yemək pişirəm. Sadəcə pişirmək istəmirəm. Video bu kadardı. Aslında mən bu resepti Sheldon adıyla götürüp Burası mən karışqa falan da əlavə eləmişəm. Və bomba fantastik bir şey olur. Ama evde tek yaşayanlar varsa, həqiqətən deyirəm, 3 tane şey lazım, çok da bir şey lazım değil. Ətinizi alırsınız, kartuşka, soğan. Hazırdır. Bu kadar.